Yaşıma yaş değil seninle kalım. Seni seve seve senden ayrıldım. Her hatırlayanda sen beni herden. Bil ki hoş günün üçün ayrıldım senden. Her hatırlayanda sen beni herden. Bil ki hoş günün üçün ayrıldım senden. Bakma ki ben artık çıkıp gitmişem. Sana olan sevgim hele solmayıp. Ben sana hakkımı halal etmişem. Benim üzerimde hakkın olmayıp. Bakma ki ben artık çıkıp gitmişem. Sana olan sevgim hele solmayıp. Ben sana hakkımı halal etmişem. Benim üzerimde hakkın olmayıp. Sanma ki sensizem sevmirəm daha. Səni sensiz sevib battım günaha. Baxmaram içimdən aləyə. Yenə sevəcəyəm yetsəm sabaha. Baxmaram içimdən aləyə. Yenə sevəcəyəm yetsəm sabaha. Bakma ki mən artık çıkıp gitmişem. Sana olan sevgim hele solmayıp. Ben sana hakkımı halal etmişem. Benim üzerimde hakkın olmayıp. Bakma ki ben artık çıkıp gitmişem. Sana olan sevgim hele solmayıp. Ben sana hakkımı halal etmişem. Benim üzerimde hakkın olmayıp. Benim üçün ne kadar olsa da qəmli. Senin hayatındır daha önemli. Ağlama gözlerin olmasın nemli. Kalbim doluqsunub elim qalemli. Ağlama gözlerin olmasın nemli. Kalbim doluqsunub elim qalemli. Bakma ki ben artık çıkıp gitmişem. Sana olan sevgim hele solmayıp. Ben sana hakkımı halal etmişem. Benim üzerimde hakkın olmayıp. Bakma ki ben artık çıkıp gitmişem. Sana olan sevgim hele solmayıp. Ben sana hakkımı halal etmişem. Benim üzerimde hakkın olmayıp. Ben sana hakkımı helal etmişem. Benim üzerimde hakkın olmayıp. İlk dəfə bu sabah da mən sənə haqqımı halal etmişəm, mənim üzərimdə haqqın olmaz. Sizcə Asif müəllim, sevənin sevdiyin üzərində haqqı olmur? Buyurun, buyurun, əyləşin elə, davam edək. Mənə elə gəlir ki, hər sevən, sevilən insanın Əvvəla bu üzərində haqqı var. mahnının müəllifinə Elşən Abbasova bir daha təşəkkür edirəm. Çox gözəl musiqidir, sözlərdir. Yəni belə çiğnənməmiş şeylərdə çox yaxşı musiqidir, sözlərdə. Təşəkkür edirəm. Haqqı, yəni o baxır münasibətə də. Mənə elə gəlir ki, sevgi münasibətlərdə fərqli olaraq insanlarda. Adam var ki, bax burada mənə elə gəlir ki, həmin bu sözü deyən adam, müəllif, o özü fədakarlıq edir. Adasa haqqını helal edir, amma o əks tərəfin onun üzərində haqqı yoxdur. Sənin, mənim üzərimdə sənin haqqın olmuyor. Burada deməli bir tərəfli
sevgi mənə belə gəlir ki, o belə baş verib. Ona görə bu situasiya belə yaranır. Sən necə düşünürsən Nahid? Mən İki belə tərəf başa qarşılıqlı düşdüm ki, münasibət o quranda. müəllif, o dəyərli qardaş, yazan qardaş saxta gülüşlərin qurbanı olub. Yəqin ki, məncə. Bəli, hə, onu da yəni sevgi olmayıb da. Hər deyil